Zosi, bu aralar necəsən? Heç nə də Zosi, axırıncı baxdığımız filmlərin, serialların hələ də Biz bu ara çox etkisindən filmlərə baxmışıq. çıxmamışam. Biz bu ara xeyli filmlərə baxdıq, yes. Ən axırıncı baxdığımız da o Masumiyyət Muzeysi oldu. Bir gecənin içində bitirdim. Sən bir gecədə baxdın? Hə, mən elə bil ki, axşam saat hardasa 7-lərdə falan oturdum baxmağa. Yeah. Və gecə o bitənə qədər mən televizordan ayrılmadım. Mən 2 gündə baxdım, amma yəni hər gün o filmdən düşünürəm yəni. Right. Serialı. Çox belə təsir elədi bizə. Çox təsir elədi. Ay, şirincə. Bəzi cümlələri var ki, qaldı beynimdə qaldı. Bir dənə orada belə bir şey var, deyir ki, hər əşyanın bir hekayəsi var. Axırda nəsə belə bir şey deyir və deyir biz əşyalara əl vuranda onun hekayəsini. Ayno. Xatırladım mən. Yeah. Elə bir şey var idi. Nəysə ki, mən çox sevdim. Çox kontroversiya var amma o serialla bağlı. Cəmaət deyir ki, bu Füsunu niyə öldürdülər? Mən də biraz üzüldüm Füsunun ölümünə, amma başqa cürə də film bitsəydi bəlkə bu qədər etkilənməzdim. Həm də bu sevgi hekayəsi bitə bilməzdi məncə. Happy ending deyildi. Happy ending orada yox idi. Yəni onsuz da onlar yəni elə də ya da belə xoşbəxt olmayacaqdılar. Çünki orada bir sevgi yəni bilmirəm, sevgini də define eləmək olmur deyə. Aynen də, o da deyə biraz bilmirəm ki, bu sevgi yəni. deyil. Hamı onu başqa cürə hiss eləyir. Biz necə deyə bilərik ki? Biz kimik yağı bunu judge eləyək? Kimsən sən? Sevgi çox obyektiv bir şey deyil. Amma bu serialda yəni heç gözləmədiyim bir sevgi. Mən onu çox sevirəm bu əsərdə. Əslində ən sevdiyim əsərlərdən biridir. 20 il öncə oxumuşam bu əsəri. Ayda, o da çox fərqli idi o vaxtı. Çünki sən o vaxtı Füsuna çox yaxın idin. Yaş olaraq, right? İndi isə sən Kəmalə yaxın idin. Sağ ol. Buranı kesdik. Montaj. Kəmalin 30 yaşı var idi da Zosi. Ha, düzdür, 30 məndən yaşıddır, düzdür, kəsməyək. Bizim də 30 yaşımız var da. Dünən olub yəni. Dünən 30 oldu. Bugün də oturmuşuq bunu qeyd eləməyə. Ay sən. Gülməklər olur, bəzən belə səs gedir belə. Mən elə gülürəm. Mən heç ki çıxmır ha, səs. Mən hərdə Instagramda qabağıma belə reelslər çıxanda elə gülməklə. Mən istər-istəməz özümü kontrol eləmirəm. O gülmək məndən çıxır. Ən isterik gülüş odur. Məsələn, məndə səsləri çıxır belə. Amma mən elə gəlir ki, mən əvvəl indi də çox yüksəkdən gülürəm, amma yüksəkdən gülməmək üçün, özümü kontrol etmək üçün başlayıram. Səssizliyə Səncə biz insanları mühakimə eləyirik? Məncə eləyirik. Məsələn, mən bilirəm ki, mən istəmədən insanları mühakimə eləyirəm. Bəzən bir dənə söz deyirəm. Baxıram ki, yanımdakı mənə yaxın olan hansısa insan mənə belə tərs-tərs baxdı ki, ay sən bunu deməyəcəkdin. Mən o an başa düşürəm ki, o adamın yanında. Hə. O adamın üzünə mühakimə. Üzünə mühakimə eləmirəm də. Amma elə bir söz deyərəm ki, çünki çox straightforward bir insanam. O an deyərəm. Başa düşmərəm ki, yaxşı bir şey demirəm. Sonradan başa düşürəm. Sonra məsələn çiməndə olur belə şampunu belə eləyəndə. Ona görə idi. Tamam. Elə oluram belə. Sən çiməndə düşünən insanlardansın. Mən düşünmürəm. Mən çox düşünürəm çiməndə. Mən elə adamlar tanıyıram ki, çiməndə bütün o gün uzadı belə bu sözü deməməli idim. Mən çiməndə o qədər transa düşürəm ki, saçımı yumadığımı unuduram. Başa düşürəm. Şampun neçə dəfə şampun. Sən saçını neçə dəfə şampunlayırsan? O qədər uçuram mən çiməndə. Yox, amma belə set number'ın 2-dir. Məndə də 2-dir. Çünki birincidə şampun yenə tam köpüklənmir. İkincidə amma qəşəng köpüklənir. Hə, yox, bir dənə ilə mümkün. Bir dənə ilə yuyan var saçını. Lütfən yazın ora. Məncə bir dənə ilə bilirsən kimlər yuyur. Hər gün saçını yuyanlar. Mən hər gün yumuram. Mən də yumuram. Bu saçı. Yalan olar, mümkün deyil yəni. Hə, amma yəni hamamda overthink eləyənlərdənəm. Hə, mən heç. Hamamda overthink eləyən neçə nəfərik? Yazın aşağıda. Bir də yatanda elə adamlar var. Yox, yatanda işte məndə o yoxdur. Yatanda da məndə o yoxdur. Mən yatanda belə 1-2 dənə şey deyirəm özümə səhər yaxşı mutlu oyanmaq üçün. Hə. Manifesting eləyirəm biraz. Gecə affirmation eləyib yatıram. Yəni onu eləyirəm. Mən indi bu ilə təzə başlamışam hər gün yanvarın 1-dən.
o gün nə üçün minnətdar olduğumu yazmağa. I'm grateful və o Zosi journal almısan onun üçün? bir yerdə aldığımız journal eləyirəm. Orada elə şey var? Yo, o prosta agendadır. Mən o agendanı agendada yazırsan. Gratefulness, yəni Ayda mən ancaq minnətdarlıq şeyi texniki olaraq. şeyləri yazıram ora. Hə, yo mən ora belə özdə belə şey yox, məsələn, bu gün falan şey oldu ona görə. Ümumi məsələn ki, tutaq ki, Zosinin saçlarına görə minnətdaram ki, belə göz. Yəni mənim saçlarıma görə mən özüm belə minnətdar deyiləm. Ya bu belə bir texnikadır. Mənim çox ən yaxın rəfiqələrimdən biri mənə bunu öyrətdi. Buradan salam. Hə. Əgər sənin rəfiqənlə şeir elədiyin bir ad yoxdursa, o sənin ən yaxın rəfiqən deyil. Var, prosta bizimki qədər masum deyil. It makes total sense. Belə bir texnika varmış ki, məsələn maraqlıca, uzman psixoloq deyilik burada belə danışıram. İsveçli bilim adamları. Hə, yəni ki, ümumiyyətlə həmin gün ağlıma gələn sənə pozitiv bir fikir verən hər hansı bir şey, məsələn ədəbiyyat üçün minnətdaram. Bu gün Masumiyyət Müzesini izlədiyim üçün çox minnətdaram. Yəni bu iş üçün belə minnətdar hiss elədiyimi ora yazıram və elə bil ki, o gedir çatır Evrənə, Evrən də mənə Evrən də deyir ki, sənə daha çox Masumiyyət Müzesi diziləri verəcəm deyir. Bilmirəm, bəlkə başqa cür qayıdır, bəlkə həyatıma bir masumiyyət qayıdır. Deməli, Zosinin evində belə bir kitab tapmışıq. 3000. Biz bayaq onun öz aramızda danışdıq ki, Amerikada yaşayan adamların arasında belə bir şey var. Kitabın adında ya da nəyinsə adında rəqəm varsa, biz o rəqəmi mütləq Azərbaycanca oxuyuruq. Davamlı ingiliscə oxuyuruq, amma beynimizə bunu ingiliscə demək gəlmir, yəni. 3000 questions about you. Hə, məsələn, bir dənə sual tapdım burada. Həyatında getdiyin ən böyük risk. Yəni nəyə görə riskə getmisən? Ən böyük risklərdən biri. Ən böyük sualına cavab verməyə çox risk atmışam, amma hansı ən böyük idi, onu biraz düşünməliyəm. Mənim üçün böyük ehtimalla Amerikaya köçmək ən böyük, yəni ən böyük risk. Ən böyük, yəni həyatımda ən böyük. Ən böyük, bir dəfə də deyim qoyma. Qoy bir dənə. Ürəyimdən keçən qədər ən böyük deyim, yapışın. Yəqin ki, Amerikaya köçmək. Yəqin ki, məndə də ən böyük addımdır. Sən nəyi düşünürəm Zosi? Sən bunu düşünürsən ki, 30'larımızda burada yaşayırıq filan, amma öz ölkəmizdə yaşamadığımız üçün nəyisə yaşamırıq. Mən onu düşünürdüm əvvəllər, amma mən o fikri başqa fikirlə əvəz elədim. Çünki sən harda yaşayırsan yaşa, yaşamadığın bütün yerlərdə nəyisə like eləyirsən. Hə, o rahatlama verir də sənə. O mənə rahatlama verir. Çünki burada mənim yaşadığım hər şey yeni bir şeylər idi mənim üçün. Amma orada daha nə qədər yeni bir şey. Yəni təbii ki, yeni bir şeylər yaşayacaqdın, amma bura başqa bir həyatdır da, yəni ki, bura gəlib sıfırdan bir həyat qurdun. Müzakirə üçün bir dənə sualımız var. Onu ortalığa atırıq. Bu arada sizin də fikirləriniz maraqlıdır. Sual belədir. Xəyallarının arxasınca gedib çətinliklər çəkməkmi, yoxsa sabit maaşla işləyib standart bir həyat yaşamaqmı? Çox çətindir bunu belə. Məsələn, indi şey olsaydım 15-18 yaşlarımda deyərdim, xəyalların arxasınca gedib çilə çəkmək. Düzdür? Mənə gəlir ki, burada balans olmalıdır. Çünki ikisini də practice eləmişik, yəni həyatımızın hansısa dönəmində ya standart maaşla çox stabil bir həyat yaşamışıq, ya da xəyallarımızın peşindən çox gərəksiz. Amma mənə gəlir ki, həyatım boyunca təbii ki, standart maaşla, yəni karyera qurum, ancaq bir şirkətdə bəlli bir nöqtəyə gəlim və sabit maaşım olsun, bilim ki, düppədüz həyatım olacaq. No, mən onu istəmərəm. Mən onu kateqorik istəmərəm. Mən sənin qədər kateqorik məncə fikirləşmirəm bu mövzuda, çünki stabillik, yaxşı tərəfləri var stabil həyatın çox. Və artıq o yaşda özümü hiss eləmirəm ki, belə şey olumda ki, hər şeyi bacaracağam, hər şey mənim olacaq falan. O dərəcədə belə bir yunuşski maksimalizm deyirlər də ona. O leveli da keçmişəm kimi gəlir mənə və indi məsələn həyatımın elə dövründəyəm ki, istəyərəm belə bir sabit bir gəlirim olsun və mən daha çox səyahət eləyim və mən daha çox vaxtım daha çox mənim kontrolum. Mənə elə gəlir ki, yəni stabil bir qazanc mənə o rahatlığı verir, hansında ki, yəni ki... Amma səncə o sənə o komfortu da verir ki, istədiyin kimi gəzəsən. Sən stabil maaşa işləyəndə, sən hardasa işləyən bir sıradan işçi olursan, düzdür? Sənin bəlli günlərin var il ərzində, harda ki, sən
istədiyin kimi travel edə bilərsən. Məsələn, o gün ildə bir ay mənim üçün məsələn more than enough ki, gedim və tutaq ki, ilin ən yaxşı highlighted ayını keçirdim. Hər gün belə fikirləşim ki, görəsən sabah pul hardan gələcək, pulu necə tapım filan. Çox qəliz məsələdir də, yəni bir cavabı olan bir şey deyil. Təbii ki, biz məsələn xəyallarımızın ardıca gəlmişik ki, indi Amerikadayıq və biraz da çilə çəkmişik ki, hardasa nəsə eləyək burada. Mənə elə gəlir ki, burada bir də bilirsən nə çox önəmlidir. İnsanlar var ki, sabit maaşa işləyirlər, standart bir iş yerində işləyirlər, amma həyatlarında görmək istədikləri işdir. Yəni çox xoşbəxtlər gördükləri işdən. İşləməkdən zövq alırlar. Onlar üçün o da xəyal ola bilər. 100%. Məsələn, mən heç vaxt həyatımın elə dönəmi olmayıbdı ki, gördüyüm işdən o qədər zövq alım ki, deyim adətdir, mən bununla məşğul olmaq istəyirəm və bu mənim xəyalımdır. Elə bil ki, ты совмещаешь приятное с полезным. Amma o da bir optiondur. 100%. Mən məsələn həmişə işlədiyim dövrlərdə sevmişəm yəni işimi. Və mənim üçün belə burden kimi olmayıb da işləmək. Hər gün inkişaf elədiyimi görmüşəm ki, mən bu gün təzə bir şey öyrəndim və bu artıq mənim üçün nə bilim uzanıb divanda dincəlmədən daha faydalı hiss etdirib mənə özümü və daha məhsuldar olduğumu hiss eləmişəm. Plus mən məsələn həyatda belə şey yaşamağı xoşlayıram. Zosi, bilmirəm səndə də o hiss var. Mən indi o şeyə çatmışam ki, belə ilin bir neçə ayını belə çox monoton, çox belə daha pul yığan belə, çox daha belə sakit yaşayım ki, sonra məsələn hansı 3 həftə yəni dəli kimi pul xərcləyə bilim də tutaq ki, yəni ya da o ilin ən yaxşı 3 həftəsini keçirdim də. İndi biraz da bil ki, bilmirəm bu heyvanlardan hansıdır, qarışqadır, arıda hansıdır bilmirəm, amma o leveldə artıq baxıram həyata. Məsələn o şey hissi var da insanlarda, katarsis hissi ki, hər həftə sonu mütləq nəsə eləməliyəm ya da hər nə bilim ayda 2 dəfə nə bilim fan yerə getməliyəm. Mən FOMO yaşayıram. Həftə sonu nəsə eləməsəm. Özümdə görürəm ki, artıq o cür baxmıram. Daha çox baxıram ki, 3 ay belə detokslar eləyim həyatın müxtəlif şeylərindən. Çox pul xərcləməyim. Bir də Amerikada çoxdur yəni. Nəfəs alırsan pul gedir. Amma heç özümü bu freymdə görmürəm. Heç və olmuşam məsələn işlədiyim dövrlərdə mən hiss edirəm ki, mən özümə aid olmayanda, zamanım özümə aid olmayanda, onu özüm manage eləməyəndə ki, sən kiməsə işləyəndə artıq o zaman sənə aid deyil. Mənim həyatımın işığı sönür elə bil. Mən özümü çox unhappy hiss edirəm. Bədbəxt çox belə şey səslənir. Hardcore. Bədbəxt yox, amma yəni də özümü dolu hiss eləmirəm. Elə bilirəm ki, həyatı o günləri elə bil boşa yaşamış kimi hiss edirəm. Amma yenə də ola bilər ki, mən həmin o kəsim insanlara aid deyiləm. Kim ki özünü və peşəsini o qədər sevibdi ki, yəni mən hər şeyşünas entrepreneuram və gündə bir kiç xəyalla gəlirəm ki, bu gün də bunu eləyəcəm. And I like it. Mənim xoşuma gəlir. Mən o yolu çox sevirəm. O pəsi çox sevirəm. Zövq alırsan da belə. Nəsə yaratmağı sıfırdan çox sevirəm. Onun yüksəlişini görməyi çox sevirəm. Məni elə bil ki, drive eləyən budur. Sualın ikinci hissəsi biraz fərqlidir. Deyir ki, yəni sevmədiyin bir işi sadəcə puluna görə görüb yaşamaq, yoxsa nə etmək istəyirsənsə o arzunun arxasınca gedib bəzən də sürünmək. Hansı insanı daha çox xoşbəxt edər? Ya bu mövzuda məncə ikinci, yəni sürünməyə belə %100 uzanaram belə o istiqamətdə. Yəni ki, daha razıyam ki, sevmədiyin işi görməkdənsə 100% sürünməyi seçirəm. Çünki sevmədiyim işimi görsəm zaten sürünəcəmsə, arzumun arxasıca gedərkən sürünürəm. Ay sağ ol. Bir var sən sürünürsən, amma bilirsən ki, axırda bu arzuva sürünürsənsə o arzu istiqamətində 100% o arzuva çatacaqsan. Mən inanıram ki, bir insan əgər bir şey çox istəyirsə və ona doğrudan da çox inanırsa və effortunu sərf edirsə, ona 100% çatacaq. Yəni mən ikinci optionda svet v konце tuneli görürəm. Amma birinci optionda sən elə bil ki, prosta boşa bir həyat yaşayacaqsan. Bir də hər şeyin düppədüz getdiyi həyat mənə çox boring gəlir. Yəni olmur axı elə şey. Hər şeyi çox yaxşı olan, həmişə hər şey perfect olan zaten insan elə bir insan yoxdur. Yoxdur. Düppədüz yaşayan bir insan yoxdur. Ona görə sevmədiyin bir işə həyatını fəda etmək. Bu mövzuda məsələn siz nə düşünürsünüz? Sizin təcrübənizdə bu belə bir şey olur ki, məsələn bir şey çox istəyirsinizsə, sonuna qədər hər şey eləyirsinizsə, axırda onu çatdığınız daha çox olur, yoxsa fail etdiyiniz? Əgər istəyirsinizsə bizlə paylaşın. Əslində bu da şeydir. Hamısına çatmırsan ki, məsələn, ya yolda vəbşə onu istəməməyə də başlayırsan. Eynən, fikrin dəyişə bilər. Bir çox şeyə
əl atmış insan kimi deyə bilərəm ki, o qədər failurlarım olubdu ki mənim və yaxud yolun ortasında sən demiş fikrimi dəyişmişəm. O da yolun bir parçasıdır. Yəni o da yolda getdiyimiz yolda fikrimiz də dəyişir, böyüyürük, dəyişirik. Yəni bir dənə belə qəşəng bir söz var. Deyir, dünyanı dəyişmək istəyirdim gəncliyimdə. Sonra böyüdüm və dünya məni dəyişdi. Yəni sən uşaq vaxt deyirsən ki, mən belə dünya dəyişim, hər şey mən dəyişim. Bir də ayrılsan ki, dünya o qədər böyükdür və qüdrətlidir ki, sənin fikirlərin dəyişdi də. Bu sualın yəni bir cavabı mənim üçün də yoxdur. Yəni ki, arzularımızı dalıca da gedək, amma belə o dəli kimi də yaşamayaq da. Mən dəli kimi yaşayaq deyirəm. Mən çılğın bir həyatı seçirəm. Hə, mən biraz daha disiplinli, biraz disiplin mənə xarakter məsələsidir. Əslində mənim personalitim daha sənin opisaniyalarına uyğundur. Komfortu çox sevən insanam. Mən dəyişimə çox çətin alışan insanam. Stabillik, daha stabillik, sabitlik, komfortuna düşkün bir insan olduğum üçün eyni zamanda da içimdəki o yüksələnim oxatandır ona görə. Əslində aramızda mən daha dəliyəm, görsən. Bəlkə də mən dəliyəm deyə mənim ehtiyacım var disiplinə. Çünki mən sakinəm deyənə mənim dəliliyə ehtiyacım var. Hə, sən də çox stabilsən deyə. Yəni belədir bu. Ona görə yəqin ki, səni o cəlb eləyir. Məndə o yoxdur deyə məni o cəlb eləyir. Həyəcanlananda var ki, belə bir tik kimi bir şeyi nəsə eləyirsən. Mən məsələn danışanda, çıxış eləyəndə mütləq əlimdə ruçka tutum ya da bir şey. Hə, çık-çık eləyirsən. Hə, bir şey tutmalıyam, o mənə bil ki, sakitləşdirir. Səni realityaya döndərir. Psixologically onun açıqlaması odur ki, sən özünü anda hiss eləmək üçün onu tutursan. Sən başqa insanlardan nəyinlə fərqlisən? Gəl bir-birimizinkini deyək. Mən sənin üçün deyim, səni başqa insanlardan fərqləndirən. Mənə gəlir o daha şeydir, daha məntiqlidir. Qoy deyən düşünüm. Çox sevgi yəni mənim üçün. Sən sevgi, məhəbbət belə şeylər. Sənsən yəni. Çox sevirsən Zosi. Birini sevəndə çox belə sənlə dostluğumdakı fərq ondadır ki, sən elə bil ki, belə ailə kimi sevirsən sevdiyi, yəni sevdiyim dostu var. Çox verici insanam belə yəni ki, bəzən elə hiss edirəm ki, sən mənim anamsan. Bəzən elə hiss edirəm ki, bacımsan, olmayan bacımsan. Yəni o dərəcədə belə verici bir sevgiyə sahibsən. Okay, mən tapdım sənin özəlliyini Zosi. Sən mənim həyatımda ən mənə uyut və cozy verən insansan. Mən Zosinin evinə gedəndə məsələn, o bir dənə sənin otağın var, kitablar olan, desk olan. Biz orada bəzən səninlə çalışırıq. Mən orada özümü o qədər in peace hiss eləyirəm ki və o uyutu sən orada yaratmısan. O otaq elə bil sənsən. Elə bil ki, Kəmal yaratıb onu Füsun üçün. Bax elə. Mənim içimdə bir Kəmal yatır. Düzdür. Bir sapıqlıq var. İnstinktlərin düz işləyir sənin adətən. 100%. Milyon faiz. 100%. Bu arada məncə bu qadınlarla bağlı belə bir şey var ki, qadınların instinktləri daha güclü olur, intuisiyalar daha güclü olur. Bunu da necəsə Pilevinin filmi kitabına düşdü bu arada. Fuji dağlarına mənzərə adlı bir kitabı var. O kitabda həqiqətən o qadınların gücü orada qəşəng. Super power'ının nə olduğu haqqında çox yaxşı. Oxuyun, oxumamısınızsa. Oxuyanlar varsa siz də fikrinizi bildirin. Qəribə bir formada mən görürəm ki, intuisiyamız bizim. Harda hiss eləyirsən intuisiyanı? İnsanlarda 100%. Yox, bədəninin hansısa hissəsində nəsə hiss eləyirsən, buramda hiss eləyirəm. Belə burama bir çöküş gəlir mənim. Mən burada belə bir şeylər hiss eləyirəm. Yəni bilirəm ki, o mənim intuisiyamdır o an. Biri ilə bağlı bir hiss, qəribə bir şeydir, əminəm ki, çoxunuzda da var. O an nə hiss elədinsə, üstündən 10 il keçsin, 20 il keçsin, 3 ay keçsin, fərq yox. Eyni sənin o adla qarşılaşdığın, bunun bir fiziksel açıqlaması ola bilər, bu enerjidir. Yəni, bilənlər varsa bizlə də paylaşsın, həqiqətən enerji ola bilər, 100% ki, auradır, nədir? Bir an belə bir şey hiss edirsən gibi ki, o adamla qarşılaşdığında kodu belə yazılır beynində. And you're like, okay, bu insan budur. Və elə adamlar var ki, sıfır intuisiyaları var. Sadəcə insanları hiss edə bilmirlər. Demirəm ki, həmişə və qarşımda həyatıma çıxan yaxşı və yaxud pis fərqi yoxdur. Hamıya qarşı da hiss eləmişəm. Amma hiss elədiklərim doğru çıxıb eləmişəm. Onu deyirəm. Məndə də, yəni hamıya qarşı o hiss olmur. Bəzi insanlar belə həyatıma girir. Yenə
Yenə də olur ya. Amma bəzən də Hamı belə ilə olur maraqlı ki, olur. hansısa insan girir həyatına və elə bilirsən ki, sən bu insanı həyatın boyunca tanımısan. Ya da daha öncəki həyatlarında Mən onu ona bağlayıram ki, məsələn, o səbəbdən mən elə hiss edirəm həmin insana qarşı, çünki mən onu keçmiş həyatlarımdan tanıyıram. Məndə də var bu hiss və 100%. Bu arada reinkarnasiyaya inanırsınız? Hə, bu arada qısaca onu deyə bilərəm ki, biz bu ilk epizodlar hamısını eyni vaxtda çəkmişik. Ona görə əgər siz bizə şərhlər falan yazmısınızsa, bu epizodlarda onlar haqqında danışmayacağıq. Bu video altında və bundan öncəki olan video altında olan suallarımıza artıq növbəti videoda biz cavablama verəcəyik. Cavablayalım. Hansısa bir mövzunu daha çox danışmaq istəmirsinizsə bizimlə, biz o temanı müsait eləyirik. Oh my god, nə iyrənc bir cümlə oldu. Zaten başdan sintaksis başdan